2 stəkan şəkər, 1 stəkan yarım su, yarım limon suyu. Qoyuruq qaz sobasına 10 dəqiqə qaynadırıq, şərbətimizi hazırlayırıq. 400 qram qoz ləpəsi, 300 qram şəkər, 1 çay qaşığı hil qarışdırıb içliyimizi hazırlayırıq. Bir stəkan ılık süt, yarım çay qaşığı maya, 1 yemək qaşığı şəkər qarışdırırıq, mayamızı əridirik. 1 bütöv yumurta, 1 yumurtanın ağı, sarısını üzərinə saxlayırıq. 150 qram xamam, 100 qram kərə yağı, 5 stəkan un. Unumuzu az-az əlavə edirik. Xəmirimizin ərzaqların otaq temperaturunda olmağına diqqət edin. Ərzaqların dəqiq miqdarını videonun alt hissəsində qeyd edəcəm. Yumuşaq, ələ yapışmayan xəmir olur. Xəmirimizi 20 dəqiqə mayalandırırıq. Paxlava xəmirini çox acıtmağa ehtiyac yoxdur. Biraz əlimizlə öfkələyirik, maya gəlməsin. 2 bərabər hissəyə ayırırıq. Kanalımızın inkişafı üçün abunə olub dostlarınızla, yaxınlarınızla bölüşməyi unutmayın. Birini salafanın altına qoyuruq. Üzərini örtürük ki, qurumasın. Birini yayırıq. Çalışdığımız qədər böyük yayırıq. Kənarlarını əlimizlə düzəldirik. Ara qatını yağlamaq üçün 250 qram kərə yağını əridirik. Xəmirimizi yağlayırıq. Hər tərəfini yağ vururuq. Sonra içliyimizdən əlavə edirik. Videoda göstərdiyim formada içliyi əlavə edin. Əlimizlə içliyi yayırıq. Kənarları və ortanı boş qoyuruq ki, həm kəsəndə, həm bükəndə içliyimiz dağılmasın. Rahat bükę bilək. İki kündəmizi də eyni bu qaydayla edirik. Bu paxlavanın özəlliyi odur ki, həm çox vaxtımızı aparmır, həm də 2 kündə ilə çox dadlı asan paxlava ərsəyə gəlir. Boş qoyduğumuz yerlərdən kəsməyə başlayırıq. Rulet kimi bükürük. Aşağı tərəfini xəmirimizə yapışdırırıq. İçliyi tökülməsin.
Qabımızı duru yağla yağlayırıq. Və soba listinə yığırıq. Üzerinden biraz basırıq. Hamar olsun diye. Üç parmak enliğinde kesirik. Bir yumurtanın sarısı, bir xörək kaşığı duru yağ. Karıştırıp vururuq. Üzerine qozla bəzəyirik. Əvvəlcədən isitdiyimiz 160 dərəcəli sobada 15 dəqiqə bişiririk. Tam bişirmirik. Götürürük. Kəsdiyimiz yerdən yenə kəsirik. Qalan yağımızı da üzərinə əlavə edirik. Sonra yine koyuruq sobamıza, tam pişiririk. Pişdikdən sonra yine hər iki tərəfdən kəsirik. Sonra şərbətimizi əlavə edirik. Şərbətimiz soyuq, paxlavamız istidir. Tam soyduqdan sonra şərbəti özünə çəkəndən sonra servis edirik.